burada müəllimlərin hüquqlarının müdafiəsi ilə əlaqədar bir məsələyə toxunmaq istəyirəm. Hərə bir telefon götürüb müəllimi çəkir. Biz adətən hamı müəllimə hörmətlə yanaşıbdır. Müəllim hamıya dərs verəndir, öyrədəndir. Ola bilər ki, arasında pisi olsun bir nəfər, iki nəfər. Amma bütövlükdə bütün valideynlər, müəllim hər hansı bir uşağa bir söz deyəndə onun üstünə hücum çəkmək, onu işdən çıxartmaq, ona töhmət verdirmək və yaxud da bu artıq təhsilimizə böyük təsir göstərir. İndi yeni yaranmış yeni təhsil komitəsinin sədrindən xahiş eləyər ki, bu sahədə də hər hansı bir müddianın olmasına ehtiyac var ki, onların necə hüquqları qorunsun. Bunlar xalqın övladına dərs verir, onu öyrədir, onu istiqamətə yönəldir. İndi ola bilər bir ifadəsini düzgün işlətmir. Ona görə müəllimi ittiham etmək olmaz və hesab edirəm ki, bunlar qanunvericilikdə öz əksini tapsa daha yaxşı olur.